günlük əziz izləyicilər. O birisi videomda deyəcəyim ki, peyindən gübrə olur. Amma təkcə peyin gübrə olmur. Təkcə peyindən gübrə, torpaq olmur. Yarpağın qabığından çürüyüb 1-2 ildən sonra çürüyür və torpaqla başlayır. Təkcə yarpağın yox, budağın, məsələn, ağacın budağı, otlar, bitkilər, nəncik də qurutub 1-2 il sonra torpaqdır. Bu torpağın içində də məsələn silitr tökə bilərsiniz. Sonra peyin torpağı tökə bilərsiniz. Gübrələr də tökə bilərsiniz. Məsələn, yaxşı kəsməlidir və məsələn deyim də təkcə inəyin dışqısından qaz üretilmir. Bitkilərin və meyvələrin çürütüb onun qazı da çıxır. Və inəyin də qarının da böyük qazlar, qarnında qazlar var, yanıcı qazlar var. O yanıcı qazlardan da qaz olur. Təkcə inəyin dışqısından qaz olunmur da, baxın.